Necəsiz? Sağ olun, siz necəsiz? Yaxşı olasınız. Bəli. Xəzərli çəkilişə gətirim. Xəzərli çəkilişə gətirim. Niyə gedirsiniz müəllimə? Siz ayaqqabından hara gedirsiniz? Pəncərədən qaçıb, müəllimə. Pəncərədən. Görün də, vəziyyətə baxın. Bəli, çəkiliş qrupunu görən müəllimə özünü əvvəlcə ayaq yoluna kilitlədi. Sonra isə çıxış yolunu tualetin pəncərəsindən hoppanmaqda gördü. Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Sümbül Körpələr Evi uşaq bağçasının müəlliməsinin pəncərədən hoppanaraq qaçmasına səbəb biz deyilik. Valideynlə onun salfet üstündə çıxan söz davasıdır. Əgər uşağına yaxşı baxılmağı istəyirsənsə, bacım, salfetkasını gətir, uşağına yaxşı baxıl. Elə danışsa, qanunda var ki... Deyiləm ki, qanunla deyil, qanunla çox şey yoxdur. Sənin uşağının 2 yaşı yoxdur. Bir paçka salfetka gətirmişsən, deyirsən bir... Ay bəd, sana uşağının burnunda iz qalanda, əli şeyli qalanda mən işini deməm. Müəllim valideyn davası bununla da bitmir. Hətta müəllimə valideynə digər uşaqlardan aldığı puldan bəhs edir. Bu azmış kimi valideyni uşağı ilə də hədələyir. O uşaq mənə hər ay 50 manat verir. Burada gördüyüm uşaqlar hamısı hər ay 50 manat verir. 20 manat müdürün, onun bizim. Sən balacaqda Olsun, mən çöpəli yoxdur, balaca olsun. Uşağının yaxşılığını istəyirsənsə, uşağını qoyduğun yerdə uşağın müəlliməsinə yaxşı bax, sən uşağına yaxşı baxıl. Mən uşağın müəlliməsinə... Sən gəlib mənə belə agresiv danışır. Sən öz uşağını düşünmürsənsə, mənə nə? Xəzər xəbərin WhatsApp qaynar xəttinə müraciət edən valideyn Şəhla Zamanlı iddia edir ki, övladını bir müddət əvvəl Sümbül Körpələr Evi uşaq bağçasına yerləşdirib. Amma övladı bağçaya gedən ilk gündən Leyla adlı müəllimə ilə tez-tez ədavətləri baş verib. Vuruşurlar ki, mənə 50 manat gətirsən, uşağa yaxşı baxacaq. Gətirməsən, uşağa pis baxsaq, inciməyin bizdən. Bura deyir, biz baxırıq, sən uşağa mən baxıram, devlət sən uşağa baxmır ki, mən baxırım. Mənə deyir, hörmət edəcəkən ki, uşağa yaxşı bax. Valideyn deyir ki, problemlər bununla da bitmir. Onun iddiasına görə uşaqlara verilən yemək də keyfiyyətsizdir. Biz də mövcud vəziyyətlə bağlı üz tutduq bağçaya. Bizi heç bir təhlükəsizlik sistemi qorunmayan, hər kəsin rahat daxil ola biləcəyi bir məkan qarşıladı. Daha sonra isə məsələdə adı hallanan Leyla müəllimənin qrupuna yaxınlaşdıq. Bizi görən müəllimə isə özünü ayaq yoluna bağladı. Qrupdakı digər müəllimə ilə də həmsöhbət olmaq istədik. Dövlət bağçası da özəl. Dövlət bağçasına niyə pul tələb edirsiniz valideynlərdən? Seçində tələb edir, yalan danışırlar. Bəs sizin səsinizi yaz baxın. Mənim səsim ola bilməz. Sizin, digər müəllimələrin pul tələb eləməmisiniz? 50 manat alırıq, 20 manatı direktorundur. Elə bir söhbət olmuyor? Yox. Bəs o səs yazdakı kimdir? Mən deyirəm, ay qız getmir, burada get çox... Sonra pəncərədən qaçan müəllimənin izi ilə bütün bağçanı gəzdik. Gördüklərimiz isə bu oldu. Natəmizlik. Bağçanın səlahiyyətli şəxslərindən isə heç kəsi tapa bilmədik. Direktor da məzuniyyətdədir, onu əvəz eləyəndə gedib idarəyə. Biz indi neyinə, mən də adi bir fərqləyəm. Yəni heç bir səlahiyyətli şəxs yoxdur burada? Yoxdur da. Bağçanın müdirəsi bir nəfərdir də yəqin. Bəs hanı? Zavxoz bilirdi, onu hardadır. Heç kəs yoxdur burada bir səlahiyyətli şəxs bu dəqiqə. Şikayət var bağçanızda, pul yığma ilə bağlı. Bir adam yoxdur, çıxsın cavab versin. Müəllimə pəncərədən hoppanıb qaçır. Pəncərədən hoppandı, qaçdı müəllimə biz. Məsələ ilə bağlı Bakı şəhər təhsil idarəsinə müraciət etdik. İdarədən Xəzər xəbərə bildirildi ki, paytaxtdakı Sümbül Körpələr Evi uşaq bağçasında müəllimənin vəsait toplaması iddiası ilə bağlı araşdırma aparılacaq. Ruzanə Kərimli, Cəfər Qasımov, Xəzər xəbər.